Salam əziz şagirdlər, 27 aprel keçirilən buraxılış imtahanı suallarının izahına birlikdə baxaq. Şəxs əvəzliklərinə aid düzgün fikirləri müəyyən edin. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur, bu düzgün fikirdir. Bu əvəzliklərin bir qismi hallana bilmir, yanlışdır. Üçüncü şəxsi bildirən əvəzliklər insan, heyvan və cansız əşyalara aid olur, doğrudur. Cümlənin yalnız mübtədası ola bilir, bu yanlış fikirdir. Mən və biz əvəzlikləri yiyəlik halda digər əvəzliklərdən fərqli şəkilçi qəbul edir, bu doğrudur. İm şəkilçisi qəbul edir. 1-3-5 cavab olar E variantı. Hansı nümunədə ilk söz yalnız xitab kimi düşünülə bilər? Cavab burada A variantı olar. Çünki biz bilirik ki, həmcins üzvlərdə şəkilçi ixtisar olunan zaman yalnız sonuncu üzvdə şəkilçi qalır. Burada iki üzvdə şəkilçi gördüyümüzə görə yalnız Lalə sözü burada xitab kimi düşünülə bilər. Havanın təmizliyi sağlamlığın birinci şərtidir cümləsində mübtəda nə ilə ifadə olunub? Sağlamlığın birinci şərtidir. Nə? Havanın təmizliyi. Havanın təmizliyi üçüncü nöqtənin söz birləşməsi və ismi birləşmə olar. Cavab B. Düzəltmə sözlər sırasını müəyyən edin. Oxumaq sadə, qardaş sadə, çəməndən sadə, çəhrayı sadə. Cavab olar E variantı. Ölçülü, qayakeşlik, bağlantı düzəltmə sözləridir. Köməkçi nitq hissələrinə aid sözlərin işləmə ardıcıllığını müəyyənləşdirin. Əlbəttə, dünyanı qadınlar idarə edir. Lakin tarixçilər ancaq kişilərin adını bilirlər. Əlbəttə, modal söz, lakin bağlayıcı ancaq ədat olar. 1-2-4 cavab D variantı. Biri ismi birləşmədir. Cavab burada C variantı olacaq. Ellər yaraşığı. İkinci nöqtənin söz birləşməsidir və ismi birləşmədir. Əleyhim sözündə bitişdirici samit işləndiyi nəzərə alınsa, hansı fikirlər doğru olacaq? 2 leksik bir qrammatik şəkilçidən ibarətdir, səhvdir. Əgər bitişdirici samit olarsa, bir leksik bir qrammatik şəkilçidən ibarət olar. Əvvəlində mənim əvəzliyi işlənə bilər, xeyr. Təsviflənən feildir, əmr şəklindədir, bəli, bu doğrudur. Birinci şəxsin təkində işlənib, bəli, mən əleyhim. Deyək ki, feili xəbərin ifadə vasitəsi ola bilir. Bəli, bu da doğru fikirdir. Deməli, 3-4-5 cavab C variantı. Davam edək. Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir? Cavab olar B variantı. Qonaqlar gələcək. Q, X kimi, K da X kimi tələffüz olunur. Məsələn, A variantında qala sözü, C-də kəndə sözü, Arazın sözü D variantında, Süleymana qalmayan dünya heç kəsə qalmaz. Məsələn, qalmaz sözü heç bir dəyişikliyə uğramır tələffüz zamanı. Keçək növbəti suala. İcbar növ feilləri müəyyən edin. İcbar növ feilləri müəyyən etmək üçün ilk öncə biz icbar növün şəkilçisinə fikir verməliyik. D və T şəkilçisi. Vidalaşdı sözündə biz ümumiyyətlə şəkilçini görmürük. Dərdləndi, şəkilçi yoxdur. Cavab olar C variantı. Ütləməkdən ütlət, mişarlamaqdan mişarlat, möhürləməkdən möhürlət. Tumarlandı, icbar növ şəkilçisi yoxdur. Gileyləndi, hirsləndi, icbar növün şəkilçisi ümumiyyətlə yoxdur. Cavab olar C variantı. Verilmiş nümunə ilə bağlı uyğunluğu müəyyən edin. Getmək istəmirdim, ancaq o israr etdi. Doğrudan doğru, yanlışdan yanlışı müəyyən edəcəyik. Tərkib hissələri bağlayıcı ilə bağlanmışdır. Bəli, bu doğru fikirdir, ancaq bağlayıcısı. Həmcins xəbərli sadə cümlədir. Ümumiyyətlə, bu mürəkkəb cümlədir. Getmək istəmirdim, mən, israr etdi o. Həmcins xəbərli deyil. Çünki hər bir cümlənin ayrı mübtədası var. Yanlışdan yanlışı müəyyən edirik. Tərəflər arasında bərabər hüquqluq vardır. Bəli, doğru fikirdir bu. Tərkib hissələri, tərkib hissələrindən biri şəxsi cümlədir, səhvdir. İkisi də müəyyən şəxsi cümlədir. Cavab olar 1-4 A variantı. Bu da belə.